Salam, hər vaxtınız xeyir. Deməli, bu bizə şərt verir. X plus Y bərabərdir 6 və 2 dənə modulun cəmi 0-a bərabərdir. 2 modulun cəmi o vaxt 0 olar ki, bunların hər ikisi 0 olar. Çünki modulda müsbət ədəd çıxır, buradan da modulda müsbət ədəd ən azı 0 çıxır və 2 dənə müsbət ədəd olarsa, bunları toplayanda 0 eləmir. Ona görə də məcbur bunların ikisi də 0 olmalıdır. Yəni, həm X çıxılsın B üstəgəl 4 bərabərdir 0 olmalıdır. Həm də y üstəgəl a çıxılsın 12 bərabərdir 0 olmalıdır. Deməli, bunları mən tərəf-tərəfə toplayıram. X ilə y-i toplayıram, olur x üstəgəl y. Mənfi b ilə a-nı toplayıram, olur a çıxılsın b. Və 4 ilə də mənfi 12-ni toplayıram. Üstəgəl 4 çıxılsın 12. 0 ilə də 0-ı toplayanda eləyir 0. X plus y qiymətini verdi bizə 6. 6 üstəgəl a çıxılsın b üstəgəl mənfi 8 bərabərdir 0. Buradan da a çıxılsın b-ni tapmaq üçün buradakı məlumları keçirirəm sağa. Mənfi 8 keçir olur müsbət 8, 6 keçir olur mənfi 6. Deməli, buradan da tapıram ki, a çıx b bərabərdir 8-dən 6 çıxanda 2-yə. Oldu bu tapşırığımızın həlli. Hələlik bu qədər. Sağ olun.